Marneoli Bələdiyyəsinin Axlolalo kəndində daxili yol infrastrukturunun bərpası işləri davam edir. Layihə çərçivəsində kənddaxili yol ilə yanaşı yağış sularının axıdılması üzrə drenaj sistemi də qurulur. Bu işlər kənddə yol infrastrukturunun kompleks şəkildə yenilənməsini nəzərdə tutur. Ümumilikdə təxminən 1,5 km yolun bərpası həyata keçiriləcək. Layihə yerli büdcədən təxminən 684 min lari məbləğində maliyyələşdirilir. Cari ildə işlərin birinci mərhələsi çərçivəsində 900 metr yolun salınması planlaşdırılıb. Nəticədə burada 300 ailə yaşayır. Burada yaşayan 300 ailənin artıq yüksək keyfiyyətli yolu olacaqdır. Və eyni zamanda vurğulamaq istəyirəm ki, burada biz əhali ilə görüşdüyümüz zaman bizi müsbət qarşıladılar və burada onların digər narahatçılıqlarında yerində tanış olduq və bununla bağlı gələcəkdə mütləq lazımlı olan ölçüləri götürəcəyik. Gözəl işlər görülür. Meriyəmizin tərəfindən, kənd təbətimizin tərəfindən bu planlar tutulur. Kənd üçün çox əlverişlidir, çox yaxşıdır, çox razılığımız var. Bəzi işlərimiz də olanda demiş ki, meriyə, o da deyir, yavaş-yavaş onlara düzələcək, gələcək, sağ olsun. Qabaqdan burada çamır idi, yollar pis idi, gedəmirdik, ayaq bulanırdı, gözəl şəkildə kanalizasiya indiyənə qədər yox idi, bu dəfə kanalizasiya sağlıq çox sağ olsun.